Herkese selamlar dostlar, ben Kenan. Bugün sizlerle birlikte Clash Royale oynayacağıq. Clash Royale'da aslında çəkəcək video fikri yoxdur, ona görə sadəcə oyun oynayacağıq. Geçen dəfə yəqin ki bir anket eləmişdim. Dedim ki, yəni hər həftə Brawl Stars videosu çəkmək üçün video konusu yoxdur. Başqa hansı oyunlar istəyirsiniz? Ən çox Clash Royale oy gəlmişdi. Ona görə bugün Clash Royale oynayacağıq. Daha çox belə videonun gəlməsini istəyirsə aşağıdan like atıp kanala abone olmayı unutmayın. Yəni başlayaq. Dəstəmi sizə göstərim. Bu arada Clash Royale oynamağı çox bilmirəm. Ona görə söyməyim mənə. Heç bilmirəm demək olar. 4000 kupa, 4600 kupa necə oldu deyirsə, necə olduğunu mən də bilmirəm. Mriwe ilə düşdük 4657 kupa. Birinci goblini atmaq istəmirəm çünki yəqin ki goblini nətərsə yox eləyəcək. Havaya fişəkçi. Bu bir. Tomrukla da bunu şey elədik. Goblin fıçısını bıraxdım. Dondurucum yox deyə biraz təhlükəlidir. Tamam. İskelet ordusunu göndərdik. Beləcə şövalyeyə heç nə gəlməyəcək. Şimdi gözləyirəm 9 olaq prens açılsın. Dondurma ilə də işimizi garantiya alaq. Alamayacaq. Olmadı da abi. Qoymur prensimi toplayayım. Okçunla bir şeyi yaxınlaşmadan vurur deyə bizim oyuncular dəyişikliyə gəlmiş. O şövalyeye izin verəcəm geçsin ki prensimi garantiya alın deyəcəkdim, aldım da. Tamam. Onlar istədiyi qədər sevsinlər. Gücləndirəcəyik deyənə daha da aşağı salacaq və bitdi. İlk maçı asan bir şəkildə aldıq. Siz də oynayışımı gördünüz. Clash Royale çox bilmirəm, yəni orta. Clash Royale babat bilənlər varsa, necə oynadığımı yorumlara yazarlar. Günün ilk kutusu 2 ulduzdur. 3 ulduza geçsə babat olar. 4 ulduz o zaman. 3 ulduz dedi, 4 ulduz çıxdı. Ataq. Gözləyirdim bunu. 30.000 altın geçiyor oldu. İndi dostlar, burada bayağı dəstək eləmişdim. Məsələn, bu nə də o? Dostlar, burada 5-ci dəstədə sadəcə ən az iksir işlədənləri topladım. Bunlarla masa atacaq, görək qazana biləcəyimi yoxsa yox. 1-2 dənə ekləmə eləmək istəyirəm. Məsələn, bunu çıxardacağım. Bunu da çıxardacağım. Başqalarını götürək. Məsələn, bunu götürək bir dənə. Bir də şey, topçuydu, nəydi onun adı? Adları da bilmirəm, tam. Hardasan sən? Bombacı mülayim. Tamam. Bunu aldıq, buraya qoyduq, tamam. Evrimimiz də açıq, girdiyi masa. Tamam. İlk öncə bununla yolumuzu açaq. Çarpma ilə də biraz da donduraq, tamam. Onun verə biləcəyi hasarı azaltdıq. İndi belə bir şey eləyib, belə bir şey elədim. Çox pro deyiləm. Mənim qədər prosu yox deyə. Aşırı böyük bir səhv elədim. Düz başlarını attım, amma eləməməliydim belə bir səhv. Tamam abi. Onlar bizim bir kalemizi aldı. Abi bu evrimli cadının canı niye kurtarmır? Tamam, все. Bunlar %100 biz aldı. Dedim şansımızı yoxlayaq.
Abi zaten almaq için bir fikrim yox idi. Amma tabii 2 kale verməyi və 0 kale almayı da düşünmürdüm. Atılmaq fikrim var. Məncə. Burada ən çox iksiri işlədən savaşçılar toplamışam. Yəni məndə olanlardan deyirəm bu arada. Bunları işlədəcəm. Biraz da eklemələr edəcəm. Deməli hocam, Mega Şövalyeni buradan buraxdım. Və artıq heç bir kart oynayamırıq. Tamam, vur bomba kimi. Heç vuracağını düşünmürdüm. bunu heç işlətməmişəm. Bunu bir dənə açaq görək nə işə yarayır. 9'um getdi bu arada. Abi bu nədir belə? Yəni ciddi siz buna 9 verdiniz. Abi muhafızları koydum. En sağlam muhafız idi. Muhafızları koydum ki buraya heç nə gəlməsin. Kıvılcımı buradan gizlicə buraxdıq. Vur, xahiş edirəm. Tamam, mükəmməl, aldıq. Alacağımızı heç düşünmürdüm. Başladıq. Bol şans. Rədd ol buradan. Bol şans deyir bir. Bunu bıraktım. Sen buradan rədd ol tez. Tez ol. Ne elədiyimi özüm də bilmirəm bu dəqiqə. Solu çox pis verdik. Abi necə udusuzluq biz bu maçı bu kadar asan. Bir anda oynayacağım abi. Bu sefer Haydut'u bura koyacağım. Oduncunu da bura koyacağım. Tamam, o kaleni alamadık. Tam zor. Kraliyet devine attım. 2 tane evrim. Əla, aldıq maçı, aldıq. Zor. Neyse dostlar, bir videonun da sonuna gəldik. Daha çox belə videoların gəlməsini istəyirsə aşağıdan like atıp kanala abone olmayı unutmayın. Sağ olun.